Doktor, gözlərim yanır, sanki içində qum var. Nədən ola bilər? Böyük ehtimal sizdə quru göz sindromudur. Quru göz sindromu zamanı gözlərdə yanma, batma, arada bulanıq görmə, işığa həssaslıq, sulanma kimi simptomlar da olur. Quru göz sindromunun müxtəlif səbəbləri var. Səbəblərdən biri uzun müddət kompüter, telefon, planşet arxasında keçirilmiş zamandır. Başqa bir səbəb blefaritdir. Blefarit isə kiprik diblərində olan vəzlərdə iltihabdır və bu zaman gözə yetərincə yağ ifraz olunmur. Bu da göz yaşı pərdəsinin qeyri-stabilliyinə, göz yaşının daha tez qurumasına gətirib çıxardır. Quru göz sindromu zamanı müxtəlif müalicə üsulları tətbiq edirik. Ən birinci nəmləndirici damcılar təyin olunur. Əgər bunlar da effektiv olmadısa, o zaman IPL Eyelight cihazında seanslar uyğulayırıq. Bu haqda növbəti videomuzda.